Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillah, Rabbi şrahli sadri və yessirli əmri, və ahlul uqdətən min lisani yefqahu qavli, Allahumma allimna ma yenfa'una və enfa'na bima allamtana və zidna ilmə, əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuh. İlk öncə, Uca Allahdan bu məclisi xeyirli, bərəkətli etməsini diləyirəm və qurban kəsən qardaşlardan da Allah razı olsun, Allah onlardan qəbul eləsin. Sonra isə təbii ki, bu məclisdə xatırlatmaq istədiyim mühüm mövzular var. O mühüm mövzuları bir mövzuda cəm etmək istəyirəm. Uca Allaha hamımızın dəvət etməsi haqqındadır. Əziz İslam dəvətçisi, Uca Allah səni minlərlə insanların içindən seçib və onun şəhərində, mübarək bir şəhərdə elm öyrənməyə müvəffəq eləyibdir. Və həmçinin də söhbətimin tövsiyə hissəsinin bir hissəsi də elmin mərkəzində elm öyrənməyən, lakin eyni zamanda elmi öyrənmək istəyən, elm öyrənməyə can atan qardaşlarımız haqqındadır. Onlar ki, dinin mərkəzində, Peyğəmbər şəhərində və başqa alimlərin olduğu yerlərdə elm öyrənməyə gələ bilmirlər, lakin ürəkləri oradadır. Onlar da elm öyrənmək üçün onların qəlbləri çırpınır. Və onların da qəlbləri çırpınır ki, onlar elm mərkəzlərində elm öyrənsinlər. Lakin buna müvəffəq ola bilmirlər. Lakin Uca Allah bizim hər birimizi bu elmi mərkəzində öyrənməyə müvəffəq eləyibsə, biz bunun qədrini bilməliyik. Və Uca Allahın bu ayəsini xatırlatmaq istəyirəm. İlk öncə Uca Allah buyurur ki, Ud'u ilə səbilə rabbikə bil hikməti vəl məu'idatul həsənə və cədilhum billəti hiyə əhsən. İnna rabbaka huwa a'lamu biman dalla an sabilihi və huwa a'lamu bil muhtədin. Əl-ayə. Uca Allah buyurur ki, sən öz Rəbbinin yoluna hikmətlə, gözəl öyüd nəsihətlə dəvət et və onlarla ən gözəl şəkildə mübahisə et. Həqiqətən də sənin Rəbbin doğru yolda olanları da, doğru yoldan azanları da daha yaxşı tanıyır. Həmçinin Uca Allah başqa bir ayədə buyurur, وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَعْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Uca Allah buyurur ki, qoy sizin aranızda elə bir cəmaat olsun ki, onlar xeyrə dəvət eləyərlər. وَيَعْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ. Yaxşı işləri əmr eləyər, pis işləri qadağan eləyərlər. وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Və o kəslərdir nicat tapanlar. Və Allah Taala gördüyünüz kimi Allah Taala bizə hikmətlə dəvət eləməyi əmr eləyir, yaxşılığı əmr etməyi, pisliyi qadağan etməyi bizə əmr eləyir və ən xeyirli ümmətin bu vəsflərdə olanların olduğunu bildirir. Həmçinin də Allah buyurur ki, Kuntum xayra ümmətin uxricət linnəs, tə'muruna bil marufi və tənhavna anil munkar və tu'minuna billah. Uca Allah buyurur ki, siz insanlar arasından çıxarılmış ən xeyirli ümmətsiniz. Siz insanlara yaxşı işlər görməyə əmr eləyər və pis işləri qadağan eləyər və Allaha iman gətirərsiniz. Və həqiqətən də bu ümmətin ən xeyirli vəsflərindən biri, xislətlərindən biri odur ki, onlar yaxşılığı əmr eləyər, pisliyi qadağan eləyərlər və Allaha iman gətirərlər. Deməli, Allaha dəvət eləmək ən şərəfli yoldur. Elə bir şərəfli yoldur ki, bunu Peyğəmbərlər öz öhdələrinə götürmüşdülər. Şərəfli olduğu qədər məsuliyyətli və çətin yoldur. Heç kim elə bilməsin ki, bu yolu gedənlərin ayaqlarının altına güllər atacaqlar, üzərlərinə güllər atacaqlar və yaxud da ayaqlarının altına xalçalar sərəcəklər ki, buyur, gəl, keç, buyur, gəl, keç, Allaha dəvət elə. Heç də elə deyil. Allah Rasulü sallallahu aleyhi və səlləm dəvət yolunda bizim ən gözəl örnəyimizdir, əziz qardaşlarım, əziz müsəlmanlar. Ondan sonra isə sahabələr, Ridvanullah aleyhim əcməin, Allah onların hamısına razı olsun. Onlar bizim örnəyimizdirlər dəvət yolunda. Nə qədər əziyyətlər görürlər. Allah Rasulü sallallahu aleyhi və səlləm nə qədər əziyyətlər gördü bu dəvət yolunda. Həmçinin ondan sonra sahabələr, Allah onlardan razı olsun. Və onlardan sonra da ümmətin salih sələfləri, ümmətin alimləri nə qədər əziyyətlər gördülər. Lakin onlar dəvətdən gecə-gündüz Allah yoluna dəvət eləməkdən əl çəkmədilər. Bəzi insanlar var, görürsən ki, bir dənə dubinka dayan kimi dəvəti tərk edir. Halbuki, əsl mömin, əsl dəvətçinin vəsflərindən biridir ki, o cəsarətli olmalıdır. O qorxaq olmalı deyil və Allahın yoluna dəvət eləməkdən usanmalı deyil. Və dediyimiz kimi, Allahın yoluna dəvət
çətinlikləri də var, asanlıqları da var. Və lakin, əgər biz niyyətimizi düzəltsək, Allah yolunda ixlaslı olsaq, harada danışacağımızı bilsək, harada susacağımızı bilsək, böyük məsələlərdə alimlərin göstərişlərinə, tövsiyələrinə qayıtsaq, inşallah ki, dəvətdən müvəffəq olarıq. Xüsusən də şəhvətlərin və şübhələrin yayıldığı bir cəmiyyətdə, xüsusən də sekulyar cəmiyyətdə Allaha dəvət eləməyin çoxlu fitnələri var, əziz dəvətçi qardaşlarım, əziz müsəlmanlar. Allaha dəvətin elə bir zamanda yaşayırıq ki, hər tərəfdən şəhvətlər, şübhələr sel kimi insanların üzərinə axır və belə bir dövrdə sabit qalmaq olduqca çətindir. Lakin bizim üzərimizə düşən dəvətdə olanların davamlı olması, dəvətə başlamaq üzrə olanların isə başlamaqdan qorxmamaları, Allah yolunda dəvətə başlamağa çalışmaqdır. Çünki bizim üzərimizə düşən odur ki, öyrəndiyimiz elmin zəkatını çıxardaq. Vallahi, əziz qardaşlarım, əziz müsəlmanlar, əziz dəvətə nisbət olunanlar və dəvət eləyənlər, vallahi ki, biz hətta bu dəqiqə, bu oturduğumuz məclisdə, biz olduğumuz yerdə, bu saatda və bu dəqiqələrdə bizim dəvət etdiyimiz, İslamı öyrətmək istədiyimiz toplumda çox mühüm hadisələr baş verir. Kimisi dəvət ona çatmır deyə şübhəyə düşür, kimisi günaha düşür, kimisi öyrədən yoxdur, doğru yolu göstərən yoxdur deyə azğınlığa düşür, kimisi bu dəqiqələrdə günah edir, kimisi bu dəqiqələrdə qolundan tutub doğru yolu göstərən yoxdur deyə dinində zəifləyir və yaxud da dinində izzətli olmağı tərk eləyir və yaxud da başına başqa problemlər gəlir. Bütün bunların səbəblərindən biri də başlıca səbəbi elmin az çatdırılmasıdır və yaxud da elm öyrənənlərin elmin zəkatını lazımınca çıxarmamalarıdır. Ona görə də əziz qardaşlarım, bizim üzərimizdə böyük məsuliyyət var. Daha çox çalışmalıyıq. Öyrənəndən sonra da, dəvət meydanına qaydanda da daha çox çalışmalıyıq. Vallahi, əziz müsəlmanlar, bizim məsuliyyətimiz hətta deyərdim ki, bir çox vəzifə sahiblərinin məsuliyyətindən daha böyüdür. Vəzifə sahibi belədir ki, oturur, aylıq maaşı gəlir və hansısa işinə görə, yəni çox çalışsa da, az çalışsa da onun üçün fərqi yoxdur. Lakin bir İslam dəvətçisi ondan daha çox çalışmalıdır. Və qədim alimlər deyərdilər ki, vallahi ki, əgər padşahlar bilsələr ki, elmi yayanlar, elmi öyrənənlər hansı ləzzət içərisindədirlər, qəlblərinin dərinliyində hansı mənəvi ləzzət içərisindədirlər, öz nizələri və oxları ilə onların əlindən almağa çalışardılar. Mən sizə həqiqi İslam alimlərindən danışıram. Onlar ki, gecə-gündüz Allaha dəvət eləməkdən yorulmurlar. Onlar ki, başlarına gələn müsibətlərdən sonra Allaha dəvət eləməkdən dayanmırlar. Gecə-gündüz Allaha dəvət eləyirlər. Harada olurlarsa olsunlar. Həmçinin də Uca Allah buyurur ki, وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Uca Allah buyurur ki, şübhəsiz ki, buna yalnız səbr edənlər nail olar, şübhəsiz ki, buna böyük pay sahibləri, yəni qəlblərində böyük nəsib sahibləri olanlar nail olarlar. Ona görə də Allaha dəvət eləmək çox mühüm məsələlərdəndir. Həmçinin dəvətdə öndə olan qardaşlarımızdan birindən eşitdiyim bir sözü xatırlatmaq istəyirəm. Deyir ki, müvəffəqiyyət bir elmi aldığın zamandır. Yəni, elmi oxuyub başa vurmaq. İkinci müvəffəqiyyət isə odur ki, öyrəndikdən sonra dəvət meydanında Allahın dinini öyrətməkdən müvəffəq olmaqdır, əziz qardaşlarım. Və biz buna çalışmalıyıq. Birinci mərhələni keçənlər çox olur. Lakin dəvətdə yorulmaq, ruhdan düşmək olmaz. Çünki bizi minlərlə insanlar gözləyir. Vallahi ki, minlərlə insanlar sizi gözləyir. Və dəvət eləməyə siz daha çox layiqsiniz. Bugün Allahın dinini bilməyən nə qədər insanlar var ki, cahilcəsinə, elmsizcəsinə, savadsızcasına Allahın yoluna güya dəvət edirlər. Bir məsələni, bir problemi düzəldəndə 10 dənə məsələni korlayırlar. Onların yerində siz olmalısınız. Onların yerində siz Allahın dinini öyrənənlər olmalısınız ki, hər kəs yəni, öz yerini bilsin. Necə ki, Ömər bin Abdüləziz Rahiməllahın gözəl bir sözü var ki, Rahimallahu imri'an arafə qadr nəfsihi. Allah o kişiyə rəhm eləsin ki, o öz qədrini bilir, o öz yerini bilir. Əgər elm əhli öyrəndiyi elmin zəkatını layiqincə çıxarsa, Allahın dininə dəvət eləməkdə gecə və gündüz yorulmadan dəvət eləsə, vallahi ki,
kör-köranə şəkildə dəvət eləyənlər, meydanı boş görüb meydana girənlər hamısı geri çəkilərlər. Necə ki, aslan meşəyə gəldiyi zaman bilirsiniz, hansıları geri çəkilir və hər şey öz yerində olur. Ona görə də elmin sahibləri elmdən danışmalıdır, elmi öyrənənlər elmdən danışmalıdır. Mən bilirəm, bəzi qardaşlarımız təvazökarlıqdan danışmırlar, bəzi qardaşlarımız dəvət meydanında özlərindən böyüklər, axsaqqallar olan məclislərdə danışmırlar və yaxud da bölgəsində böyük elm əhli olanda danışmırlar. Çox gözəl, bu onların ədəblərindəndir. Bu onların yüksək əxlaqındandır. Lakin bir məsələ var. Şeytan bizi təvazökarlıq babından yaxalayıb Allaha dəvətdən yayındırmasın. Bacardığını eləyəcəksən Allah yolunda. Kimisi tərcümə ilə, kimisi yazmaqla, kimisi danışmaqla, kimisi öyrətməklə, kimisi əzbərləmək və əzbərlətdirməklə. Və hər birimizin görəvi Allah Rasulü sallallahu aleyhi və səlləmin sünnəsini insanlara çatdırmaqdır. Hər birimizin görəvi, ən mühüm görəvi tövhidi insanlara çatdırmaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm Az bin Cəbəl radiyallahu anhunu Yəmənə göndərəndə ona öyrətdi ki, ilk dəvətin olsun. Fədruhum ilə şəhədət ən la iləhə illallah. Sən onları kəlmə-i şəhadətə, yəni kəlmə-i tövhidə dəvət elə. İlk öyrətdiyin şey Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur kəlməsinə öyrətmək olsun. Və vallahi əzizlərim, elə bilməyin ki, insanlar dini bildilər, din onlara çatdı. Bəziləri deyirlər ki, insanlara hüccət çatdı, xalqımız haqqı bilir, filan kitablar tərcümə olundu, artıq onları təşvir eləyir. Vallahi ki, o miskin insan bilmir ki, bugün minlərlə insan Azərbaycanda falçı yanına gedir. Nə qədər insanlar qəbirstanlığa gedir, nə qədər insanlar ağaclara əski bağlayır, nə qədər insanlar övliyalardan kömək istəyir, nə qədər insanlar əqidəni bilmirlər. Harada onlara haqq çatdı? Sən mi öyrətdin? Allahın Rasulü sallallahu aleyhi və səlləm aləmlərə rəhmət olaraq göndərilmişdi. İnsanların hidayətinə hamıdan çox həris o idi. Və Allah Rasulü sallallahu aleyhi və səlləm haqqında uca Allah buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik. Sən öz qövmünə rəhmət ola bilirsənmi, ey hazırlıqsız dəvət eləyən? Ey Allahın dinini öyrənmədən Allahın dininə dəvət eləyən? Sən insanlara rəhimlisənmi? Yoxsa insanlara kafir damğası vurub onları cəhənnəmə mi göndərmək istəyirsən? Özünə sual ver, görək sən hansılardansan? Vallahi ki, ey İslam dəvətçiləri, bugün həqiqi İslam dəvətçilərinə böyük ehtiyac var. Ölkəmizdə şəhvət və şübhə fitnəsindən nə qədər insanlar dinindən uzaqlaşır, nə qədər öz ağlını Allahın dinindən önə çəkənlər, xaricdən gələn fəlsəfi fikirlərdən təsirlənənlər, Qərbdən, Avropadan gələn fəlsəfi fikirlərdən təsirlənənlər, Qur'anı və sünnəni bir kənara atıb öz ağlı ilə gedənlər gecə-gündüz insanları Allahın dinindən uzaqlaşdırmaqla məşğuldular. Minlərlə insanların bugün sizin kimi dəvətçilərə ehtiyacı var, əziz İslam dəvətçiləri. Bugün Allahın dinini insanlara çatdırmağa, insanların içinə qarışmağa ehtiyac var. Necə ki, Allahın Rəsulü sallallahu aleyhi və səlləm insanların içinə qarışardı. O insanlara qarşı çox rəhimli və mərhəmətli idi, əziz müsəlmanlar. Bəzi dəvətçilər var ki, elmi öyrənir, lakin vətənə qayıdandan sonra dəvət eləmir. Bəzi insanlar var, bəzi dəvətçilər var ki, elmi öyrənir, lakin qaydanda onu insanların arasında görmürsən. Bəzi dəvətçilər var ki, elmi öyrənir, lakin qaydandan sonra onları məscidlərdə görmürsən. Və insanlar şikayətlənirlər ki, biz dəvətçilərimizi öz aramızda görmürük. Biz dəvətçilərimizi birinci səhvlərdə görmürük. Biz dəvətçilərimizi məscidlərdə görmürük deyəndə artıq bizim qəlbimiz yanmalıdır. Bəzi dəvətçilər var ki, Allahın dinini öyrənir, lakin onun zəkatını çıxarmaqda, necə ki, malın zəkatını çıxarmaq var, eləcə də elmin zəkatını çıxarmaq var. Və görürsən ki, öyrəndiyi elmin zəkatını çıxarmaqda qüsura yol verir. Təəssüflər olsun ki, hətta eşidirik ki, bəzi dəvətçilər bəzi hədisləri qarışdırır və vətənə qayıdandan sonra insanların arasında olmağı gərəkərkən dağlara çıxır. Eşidirsən ki, adam dağa çıxıb. Niyə? Deyir ki, mən dinimi qorumaq üçün dağlara çıxmışam. Qardaş, Mehdi əleyhissalam mı gəlib? İsa əleyhissalam mı səmadan aşağı enib? Hara gedirsən? İnsanları niyə dəvət eləmirsən? Niyə dağlara çıxırsan? Məgər sən bu şərəfli elmi öyrənəndən sonra insanların arasında olmalı deyildinmi?
Qoy dağlara elmi olmayan insanlar çıxsın. Qoy elmi olmayıb fitnədən qorxanlar çıxsın. Sən Allahın dinini öyrənib insanların içində olmalısan. Bax, gecə-gündüz ateistlər, deistlər, yahudilər, xristiyanlar, bütpərəstlər hər tərəfdən müsəlmanları şübhəyə salmaqla məşğuldurlar. Vallahi ki, vəziyyət elə çatıb ki, müxtəlif sosial şəbəkələrdə yolunu azmış insanlar şübhələri yayır və onların cavablarını verəcək insanların sayı həddindən artıq azdır. Və əgər biz bugün oxuduğumuz mərkəzlərdə sayımız 100-dən çox olmadığı halda, dəvət meydanında Allaha dəvət edənlərin sayı barmaq sayı qədər olduğu halda və ən mühüm olanı isə vətəndə sizi milyonlarla insan gözlədiyi halda biz dəvəti dayandırmalı deyilik. Biz insanların içində olmalıyıq. Biz insanlara acımalıyıq. Onlar sizləri gözləyirlər və siz buna layiqsiniz. Siz həqiqi şəri elmi öyrənənlər, həqiqi dini öyrənənlər, Quran və sünnəni öyrənənlər Allaha dəvət eləməyə daha haqlısınız. Siz buna daha layiqsiniz. Heç kim özünü qırağa çəkməsin. Heç kim fitnədən qorxmasın. Fitnədən qorxan ibadətə çəkilsin, problem yoxdur. Lakin bacardığı qədər Allaha dəvət eləsin. Heç kimə deyilmir ki, siz kürsülərə çıxın, hündür yerlərdən çıxın, qışqırın, bağırın. Heç kim demir bunu. Heç kim demir ki, hər gün videonun qarşısına çıx, özünü çək, paylaş. Heç kim demir ki, sən belə elə. Lakin bacardığın qədər Allaha dəvət elə. Gücün nəyə çatır, Allaha dəvət elə. Vallahi ki, əziz qardaşlarım, bizim məsuliyyətimiz olduqca böyükdür. İnsanlar bizdən çox şey gözləyir. İnsanlar bizdən faydalı elmin zəkatını gözləyir, əziz qardaşlarım. Biz insanlara qarışmalıyıq. Bu həmçinin də sünnədə olan tövsiyələrdəndir. Bu Allah Rasulü sallallahu aleyhi və səlləmin tövsiyələrindəndir. Allah Rasulü sallallahu aleyhi və səlləm bir hədis şərifində buyurur: "Əl-mu'minəl-ləzi yuxalitun-nas və yasbiru alə ədahum afdalu minəl-mu'minəl-ləzi la yuxalituhum və la yasbiru alə ədahum." Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, o mömin ki, insanlara qarışır və onların əziyyətlərinə səbr eləyir, o insanlara qarışmayan və onların əziyyətlərinə səbr etməyən mömindən daha xeyirlidir. Və görürsünüzmü, bu Allah Rasulü sallallahu aleyhi və səlləmin tövsiyəsidir. İnsanlara qarışmaq, insanların əziyyətinə səbr etmək, onları Allah yoluna dəvət eləmək. Vallahi ki, əziz qardaşlarım, bugün dəvət meydanında sizin kimi elmli insanlara ehtiyac var. Vallahi əziz qardaşlarım, bugün elə dinsizlər var ki, onların himməsi, onların batilə dəvət eləməkdə olan həvəsi bəzi xeyir əhlindən daha çoxdur. Vallahi ki, bəzilərindən eşidirik ki, azdırdığı insanların sayınla öyünür. Biri deyir, mən 50 nəfəri dindən çıxarmışam. Biri deyir, mən 100 nəfəri dindən çıxarmışam. Vallahi ki, gözlərimlə oxuduğum mesajlardır bunlar. Onlar bununla öyünürlər. Elə isə biz baxaq, nə qədər insanı dəvət elədik, nə qədər insanı Allahın yoluna çağırdıq. Vallahi, əziz qardaşlarım, biz xeyir üzərində olacaq, necə sələflərin dediyi kimi, bir-birimizi sevdiyimiz müddətcə xeyir üzərində olacaq. Bir-birimizə həsəd etmədiyimiz müddətcə xeyir üzərində olacaq. Bir-birimizə dəstək verdiyimiz müddətcə xeyir üzərində olacaq. Sonda söhbətimi İbnül Mübarək rahiməhullahın bu sözü ilə yekunlaşdırmaq istəyirəm. İbnül Mübarək rahiməhullah deyirdi ki, Peyğəmbərlik dərəcəsindən sonra ən üstün dərəcə Allaha dəvət eləmək dərəcəsidir. Və uca Allahdan istəyirəm ki, hər birimizi bu dərəcəyə nail olanlardan etsin. Uca Allahdan istəyirəm ki, bizim günahlarımızı bağışlasın, bizi xeyirli dəvətçilərdən etsin, bizi cənnət dəvətçilərindən etsin, bizi Quran və sünnə dəvətçilərindən etsin. Allah razı olsun dinlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Hədə və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.